Başı çıxanda danışır, çıxmır. Təkərin burasının bu qaralmağı təkərin yeməyi deyil. Bax bu təkərin bunda da burası qaralır. Görsən? Bax. Təkər yeyiləndə bu şporun hamısı ızbor azalır. Tək bu qırağı qaralmır. Bunun qırağı qaralmağı odur ki, təkərin havasını az qoyursan, maşın asfaltda sürülür, qaralır. Sonra çıxırsan torpaq yola, təkərin burası yerə dəymir. Burası dəyir, qıraqları yerə dəymir. Ona görə bura qarı olaraq qalır. Bunun burasının dibinin qarı olmağı razval yemək deyil. Razval yeyəndə bu şpordan hamısı şpor olmamalıdır. İçərdən yersə şpor kantdan yox olmalıdır. Çöldən yersə çöldən yox olmalıdır. Bax əzizim, razvaldan yeyilən təkər belə olur. Buranın şporunu görsən ızbor qalıb. Buranın şporunu görsən ızbor yeyilib, bax. Bax şpor yeyilib təmiz, düzdürmü? Kant gedib. Buranın kantı qalıb. Əgər razvalda təkər içərdən yeyilirsə bu şpor uzbor getməlidir. Çöldən yeyilirsə bu şpor uzbor getməlidir. Təkərin burasına kant qara düşürsə o razval yemək deyil.